Efirimiz davam edir. Nəzərinizə çatdırım. Studiyamızın həkim qonağı terapevt Məlahət xanım Qəhrəmanovadır. Tibb elmləri doktoru, Nərgiz Tibb Mərkəzinin baş həkimi, Fitoterapeutlər İctimai Birliyinin də sədri. Xoş gördük Məlahət xanım, necəsiniz? Təşəkkür edirəm. Studiyamıza xoş gəlmişsiniz. Uğurlar arzulayıram sizə. Çox sevindim. Sizinlə ilk görüşümüzdür bu studiyada. Bu studiyada, bəli, radioda Xəzər televiziyasında. Bəli, xeyirli uğurlu olsun hər birimizə. Minnətdaram gəldiyinizə görə. Dəfələrlə danışdığımız mövzunu təkrar olaraq çox istəyərdim ki, toxunaq bugün ən aktual ən aktualdır. Çünki bir çox həkim kolleqalarınızla da danışanda görürəm ki, ön plana çəkilir parazitar xəstəliklər. Artıq zəmanə elə bir zəmanədir. Bütün dünyada parazitlər nəzərə alınmalıdır, infeksiyalar və s. Bugünkü gündə uşaqlarda xüsusilə qurdların mövcudluğunu göstərə biləcək müəyyən simptomlar var, əlamətlər var. Nərgiz Tibb Mərkəzinə müraciət edən valideynlər hansı simptomları dilə gətirir? Çünki aralarında az yaşlı uşaqlar da var. Biz xəbərsiz oluruq. Bilirsiniz, illər öncə parazitar xəstəliklər, qurd xəstəlikləri dedikdə ancaq uşaqlar nəzərdə tutulurdu. Hər kəs fikirləşirdi ki, ancaq bu uşaqlarda ola bilər. Amma bugün dediyiniz kimi o gün gündəmdə o qədər tələbat buna var ki, insanlar böyüklər arasında hətta 90 yaşında belə insanda parazitin olması mümkündür. Və əvvəllər insanlar bəzən utanırdı, çəkinirdi, istəmirdilər kimsə bilsin ki, onda parazitar xəstəlik var, qurd var. Hətta məsələn bilirik ki, lapşa qurdları var ki, öküz soliterləri insanları çox narahat eləyən, gün ərzində getdiyi hər bir yerdə düşə bilir. Çox qorxurdular, çəkinirdilər. Amma bugün hər kəs rahatlıqla müraciət eləyə bilir. Təbii ki, uşaqlarda dediyiniz simptomlardan ən çox rast gəldiyimiz ürək bulanmadır, ağızdan su gəlmədir, diş qıcamadır, uşaqda iştahsızlığın olması, halsızlığın olması, bəzən yüksək allergik həssaslığın artması, baş ağrıları, yuxudan duran zaman çox vaxt öyümə, qusma hallarının olması, bu kimi əlamətlər parazitar xəstəliklərdə ən başlıca yer tutur. Və uşaqlar arasında bugün niyə görə daha çox vuruluruq? Çünki uşaqlarda immun sistem zəif olduğu üçün daha tez yoluxma olur və onların gigiyenik qaydalara nəzarət etməməsi səbəbindən də daha tez yoluxa bilirlər. Bizim daha çox gündəmimizdə olan fast food yeməkləridir, restoranlardır, pikniklərdir. Bunların hər birində insan rahatlıqla yoluxa bilir. Bugün insanlar bəzən deyir ki, məndə qurd ola bilməz, məndə qurd yoxdur. Bəli, simptomsuz da ola bilir. Simptomsuz olduqda valideyn də, böyüklər də rahat olur ki, bizdə əlamət yoxdur. Amma ani bir halda, elə bir yerdə bir allergik həssaslıqdan, elə bəzən insanlar var ki, mədə, bağırsaq problemi olur, onu heç vaxt qurdla əlaqələndirmir. Bəzən baş ağrıları olur, təzyiq olur, qurdla əlaqələndirmir. Bəzən qız uşaqlarında görürsən ki, vaginiya daxil olaraq sidik kisəsinin iltihabını yaradır və orada qız uşaqlarında böyük infeksiyaların yaranmasına səbəb olur. Məsələn, xırda bağırsaq qurdları, qurdlar ümumiyyətlə 3 qrupa bölünür. Girdə qurdlardır, sorucu qurdlardır, lent şəkillilərdir. Girdə qurdlar adətən daha çox yayğındır və ibtidailərə aid olan ləmblyanoda parazitin bir növüdür, amma qurd kimi insanlar arasında daha məşhurdur. Ləmblyada blastocystidir. Bu da gündəmdə olan çox-çox tez-tez rast gəlinən qurd növləridir ki, bunlar da nazik bağırsaqda parazitlik edərək öd yolları, öd axarında böyük problemlər yaradır ki, ödün funksiyası pozulur ləmbliozlarda. Amma blastocyst ən çox nazik bağırsaq iltihabını yaradır. İshala meyilli olur belə insanlar. Tez-tez məsələn qəbizliklə əvəz oluna bilir. Yəni qurdların o qədər növləri var ki, ən aktiv olan Azərbaycanda o növüdür. Tibb Universiteti üçün yazdığım dərslik kitabda orada çox geniş hər tərəfli parazitar xəstəliklər haqqında mən informasiya vermişəm. Buyurun. Uşaqlarda qurd infeksiyasına səbəb ola biləcək həm ümumi səbəblər var, həm spesifik səbəblər var. Ümumiyyətlə, tibbdə mən belə bir ifadə işlətmək istəyirəm ki, bütün xəstəliklər immun sisteminin zəifləməsi səbəbi ilə meydana gəlir. Bunun tək bir izahı var. Artıq oxuduğumuz kitablar bunu sübut eləyir və gələcək çox şey vəd eləyir bizə. Vaxtsız doğulan uşaqlar, ana südü ilə qidalanmayan uşaqlar, səbəbsiz immun sistemi zəif olan. Amma nə olur? Bugünkü gündə biz indi haradasa, hansısa insanlara görə, bəlli bir immun sisteminə görə danışıb müəyyən fikirlər söyləyə bilirik. Gələcəkdə bu immun sistemini tapa bilməyəcək. Gələcəkdə biz qurdu günahlandıra bilməyəcək. Çox gözəl mövzudur. Baxın, immun sistemin günahkar qurd ola bilər. çökməsi
Sabah Bəli. günahkar kim olacaq? Baxın, əgər bugün biz gigiyenik qaydalar öz yerində, immun sistemin çökməsində birbaşa parazitlərin rolu var. Var. Vitamin balansının azalmasında, orqanizmdə müəyyən infeksiyaların yaranmasında qurdun təbii ki, birbaşa rolu var. İnsanlar bəzən çox rast gəlirik ki, çünki bizim klinikamız bu profilə daha çox yükləndiyi üçün çox müraciətlər var və mən çox praktik həkim olaraq bunları araşdırıram və çox tez-tez rast gəlirəm. Xəstə gəlir, deyir, mən uzun müddət mədə-bağırsaq müalicəsi aldım. Heç vaxt mənə demədilər ki, bir qurdu yoxla. Amma təsadüfən hansısa dərmanı içmişdim, bir qurd gördüm. Ondan sonra mən çalışıram, müraciət eləyirəm, bir neçə yerdə verirəm, analizdə qurd çıxmaya bilir, görünməyə bilir. Nəcis analizində dəfələrlə vermək lazım olur. Bəzən xəstələr laqeydlik eləyir, analizi düzgün vermirlər. Qurdların yaranma səbəbi və onların düzgün aşkarlanması üçün mütləq laborator müayinə önəmlidir. Və bu laborator müayinədə də valideyn olsun, böyük olsun, uşaq olsun, elə xəstələr olub ki, gözünlə görür, analizi verir, amma qurd çıxmır. Bu ola biləcək bir şeydir. Çünki qurdun yumurta qoyan günləri var. Həmin günlər olmadıqda təbii ki, qurd görünməyə bilər. Amma qanda, məsələn, çox vaxt həkimlərdə qanda olan analizi inkar eləyirlər ki, qanda qurdun təyini düzgün deyil. Biz qanda qurd axtarmırıq. Sadəcə Biz düzgün antitelin və izahı düzgün vermirlər. İzahı düzgün vermirlər və bütün dünyada bütün analizlər, təhlillər qanda aparılır. Niyə bir çox infeksiyalara görə immunoglobulinlərə baxılır? Baxılır, amma əgər Almaniya kimi bir dövlət, Rusiya kimi bir böyük ölkə bu reaktivləri icad edib, istehsal edirsə, demək bunların da öz səbəbi var. Niyə görə bunu deyirəm? Ləmbulozlarda ən çox valideynlər deyir ki, isti nəcisi gətirməliyik. Əgər 2 saat ərzində gətirə bilmiriksə, qurdu görə bilmirlər aşkarla. Bu çox yanlış bir fikirdir. O Sovetlər devrindən qalmışdı və elə bir fikir var idi ki, orada yalnız diri ləmbuliyanı görmək üçün sən onu eləyərdin və heç vaxt da diri ləmbuliya nəcisdə görünmür. Əgər ləmbuliya sisdə varsa, təbii ki, orada qurdun demək ləmbuliyanın özü də var. Ən çox öd yolu öd axarında olduğu üçün Mələt xanım, başa düşməyim, diri-diri axtarırıq. Bəli, diri ləmbuliyaları, məsələn, onu nə vaxt götürürdü? Sovetlər devrində zontlama üsulu var idi. Hə, var. Yəni, bəzən qəribə gələ bilər. Niyə? O vaxtda həkimlərdə, məsələn, belə bir psixologiya var idi ki, nəcisdə də, qanda da biz ləmbuliyanı tapmaq üçün. Yəni, heç bir qurdun növünün isti nəcisi gətirməyinin heç bir aidiyyatı yoxdur. Diri ləmbuliyalar nəcisdə görmək üçün o üsul var idi. Amma zontlama üsulu ilə ödlükdən öd götürülürdü, porsiya götürülürdü, həmin porsiyada diri ləmbuliyaları görmək mümkün idi. Amma bugün o üsuldan istifadə olunmur. Nəcis vasitəsilə hamı istəyir ki, bunu aşkarlasın. Əgər nəcisdə ləmbuliya sisdə varsa, bu toxumu varsa, sisdə varsa, demək özü də varsa. Bu belə biraz qəribə yanlışlıqlar var. Nəcisi istəyini başa düşdük fikir olaraq. Bəli, ola bilər formalaşdırmır. Amma bunu ölü gördün, diri gördün, yumurtasını gördün, nə fərq görürsənsə yeterlidir. Amma indi o vaxtdan belə bir psixologiya var idi və həkimlər arasında da bu bir şuar idi ki, nəcis isti gəlməlidir ki, orada o qurd növləri tapılsın. Qurdun bütün növlərini bugün qalsa da analiz, sabah da orada əgər qurd yumurtası varsa aşkarlanacaq. Aşkarlama mümkün. Bu yəni elmi əsaslı olaraq mən deyirəm. Çünki Rus alimlərinin parazitar xəstəliklər üzərində apardığı tədqiqatlar çox genişdir və mən o ədəbiyyatı çox sevirəm və tez-tez də o yeniliklərə baxıram. Və onu da qeyd edeyim ki, qurd uşaqlarda çox böyük inkişafında, bayaq dediyiniz immun sistemin zəifləməsində çox böyük fəsadlar yaradır. Uşaqlarda zehni inkişafda, boyun inkişafında, uşaqlarda çəki almasında, bəzən onu da qeyd edeyim ki, elə uşaqlar var ki, çəki ala bilərlər. Kök uşaq ola bilər ki, onda 3 qurd, 2-3 qurd aşkarlanmışıq. O köklüyün ya arıqlığın qurda dəxli var ki, o bəzi uşaqlar onu iştahsız, daha zəif uşaqlar var ki, çox ağır keçirir o xəstəliyi. Onlarda o əlamətlər daha çox qabar. Amma bəzi uşaqlarda var, aktivdir, yeyirlər. Amma onlarda məsələn allergik həssaslıqla müraciət ediblər. Amma baxmışıq ki, allergiyadan çox bu uşaqda qurdun növü daha çoxdur. Çiy, qida tükədirik. Bəli. Çirkli.
Bəli, bunlarda qida, çiğ qidalarda, iri buynuzlu torpaqla heyvanlardan təmas, bəli. olan insanlarda hansı qurtlar? Orada led şəkillilər, yəni öküz soliteri daha çox aktiv olur. Belə xəstələrdə bu qurt növləri daha çox aşkarlar. Torpaqla təmasda olan insanlarda isə, baxın, cənub bölgəsidir, məsələn, bizim endemik zonalar olan hissələrdə fərqli qurtlar daha aktiv olur. Məsələn, dediyiniz kimi torpaqla təmasda olan ən çox rayon əhalisi gəldikdə daha çox askaridi biz çox rast gəlirik. Niyə görə? Siz dediyiniz kimi torpaqla təmasda olurlar, quyu suları, kənd suları istifadə edən əhalidə isə, məsələn, Bakı ətrafı kəndlərimizdə, Bakı əhalisində daha çox ləmbuleniya çoxdur. Kənd sularından geniş istifadə olunur. Bütün binaların öz yomkısı, öz kəni var. Bu kənd sularından istifadə olunduqda bu ləmbulə xlorlu suda belə ölmür. Sadəcə su deyil ki, elə qidalanması, baxın, görün. Yox, məsələn deyirəm. Mən ən çox həmişə rayonlarda yaşayan əhaliyə, məsələn, üst tuturam, daha çox onları təbliğ edirəm ki, düzgün uşaqlarımıza immun sistemin möhkəm olması üçün düzgün qida rasionu lazımdır ki, bu da natural qidadır. Məncə şəhər əhalisinə o informasiyanı daha çox ötürmək lazımdır. Onlar oradan alsın da, onlar eləsin ki, təsərrüfat olsun da, iqtisadiyyata böyük, məsələn, gəlir gətirən insanlar öz sağlamlığını qorumaq üçün birinci növbədə, ilk növbədə öz təsərrüfatını qurmalıdır, öz ailəsini natural qida ilə təmin etməlidir. Əgər natural qida ilə uşaq qidalanmırsa, bütün günü gəzirlər şəhərdə həkimləri. Yox, uşağında qurt da olur, uşağın immun sistemi zəifdir, uşaq tez-tez xəstələnir. Niyə? Çünki uşaqlar bütün günü hamısı yedikləri keyfiyyətsiz qidalardır, fast food yeməklərdir, gigiyenik qaydalara normal nəzarət olunmur. Şəhər əhalisi, siz dediyiniz kimi, daha çox hazır məhsullara üstünlük verirlər. Yəni biz burada şəhər əhalisi, kənd əhalisi deyib müəyyən kateqoriyaya bölmürük, yəni hissələrə ayırmırıq. Sadəcə ətraf mühitin çirkliliyi, qidaların, suyun tərkibinə görə. Bəli, bunları mən ona görə deyirəm ki, orqanizmin immun sisteminin möhkəm olması üçün nə lazımdır? İmmun sistemi normal qidalanma lazımdır. Gigiyenik qaydalar, normal nəzarət olmalıdır. Amma nə qədər də normal qidalansan, immun sistemi, axı deyirik, bu anadan gəlmə və sonradan qazanılma. Anadan gəlmə, ana mənə heç bir immun sistemi verməyibsə. Yəni, mənim genetik olaraq, az öncə də həkimlə danışdıq, konstitusiyam buna yol vermirsə, üstə gəl, çirkli mühit, ətraf çevrənin kirliliyi, ana südü ilə bəslənmirəm, mənim hansı immun sistemim ola bilər ki? Bəli, ona görə də mən ona görə deyirəm ki, insanlar hər bir kəs... İmmun sistemini qazana da bilmərəm o sırada. İmmun sistemi qazanmaq üçün ana valideyn evdə uşağın təməlini oradan qoymalıdır. Əgər gigiyenik qaydalara nəzarət olunmursa, biz qurt xəstəliyindən danışırıq. Bu uşaqda uzun müddət qurt varsa, bunun immun sistemi zəifdirsə, normal qidalanmırsa, təbii ki, bunun immun sistemi olmayacaq. İstəyir rayonda, istəyir şəhərdə. Amma yəni insanlar fikirləşir ki, həkimə gedirəm, həkim hər şey eləməlidir, mənim uşağıma dərman verdi, düzəlməlidir. Axı, mən onu da qeyd eləmək istəyirəm ki, immun sistemin kökündə də məhz insanların sağlamlığı olan normal qida rejimi lazımdır. Sağlam qida lazımdır. Sağlam qidası olmayan ailədə normal qida olmadıqda təbii ki, o problemlər get-gedə daha qabarıq görünür. Məsələn, görürsünüz ki, dəri səpkiləri, dəri yaraları, bunların özündə də parazitlərin çox böyük rolu var. Yeniyetmə uşaqların əksəriyyətində üzlərində olan aknelərdir, kürəkdə olan səpkilərdir, qollarda olan səpkilərdir, mədə-bağırsaq problemləridir. Bunların hər birinin kökündə məhz parazitlər dura bilir. Dəri parazitləri də var. Yerli olaraq biz bilirik ki, mədə-bağırsaq sistemi xəstəliklərində parazitlərin çox böyük rolu var. Yeniyetmə uşaqlarda boyun inkişafının qalması, sinir sisteminin gərginliyi, əsəbi gərginlik, bunların hər birində parazitlərin rolu var. Parazitar xəstəliklər bu qaçılmazdır, hər kəs müraciət edir. Bugün yaşlı nəsil arasında da çox yaygındır. Məsələn, xəstələr var ki, gəlir, deyir ki, dərimdə qaşınma çoxdur, gecə yuxusuz qalıram, həddindən artıq. Düzdür, burada öd kisəsinin, mədə-bağırsağında, hətta kreatinin artması belə qaşınma verə bilər. Allergik həssaslıq ola bilər. Amma əksəriyyətində
məsələn, şübhələnirlər ki, parazit var. Həqiqətən də müayinə zamanı aşkarlanır ki, askaridi var, angilistoma var, lambilə var. Evet. Bu qurdlarda təbii ki, həmin o problemləri yarada bilir ki... Terapevtik dəyərləndirmə çox Bəli. maraqlı və vacibdir. Mütləq. Anemiya deyirsiniz, amma anemiyanın bir çox səbəbi ilə parasitar xəstəliklər. Bəli, Çünki biz enterobiozlar. anemiya deyəndə qan azlığı ağlımıza nə gəlir? Hardansa axan bir nahiyə, qan axan nahiyə var. Elə deyil. Gastroskopiyaya gedirik, kolonoskopiyaya gedirik, hər tərəfli yoxlanırıq, tapa bilmirik. Qurd ağlımıza Amma gəlir ki, qurdun özü elə o yapışıb bağırsaq divarına. Bəli, mikrokanaxmaları verir. Enterobiozlar. Onu deyirəm, ora gətirirəm. Məsələn, valideynlərin ən çox önəmsəmədiyi, hamıda var dediyi qurd, enterobiozlar məhz uşaqlarda anemiyanı yarada bilir. O bağırsaq divarından qidalanır və orada mikrokanaxmalar olur ki, belə uşaqların əksəriyyətində anemiyalar olur. Məsələn, askaridi olan xəstələrdə övrələr daha çox olur. Övrəsi olan insanlar var ki, yaşlı nəsil arasındakı gecə tutma şəkilli qaşınmalar olur. Qurdlar səhərə yaxın gecələr daha çox aktiv olduğu üçün qaşınmalar uşaqlarda da görürsünüz ki, gecə uşaqlar durur, ayılır, qışqırır, anus ətrafı yığılır. Ona görə də qurdun müayinəsi mütləq şərtdir və düzgün müalicəsi mütləqdir. Bizim klinikamızda, məsələn, qurdun müalicəsi ən çox təbii vasitələrlə aparır ki, bilirik ki, qurd dərmanları özü də qaraciyəri yüklüyür. O bütün qurd dərmanların anotasiyasında varsa, kimyəvi halda olduğu halda qaraciyəri yüklüyür və qaraciyərdə toksik təsiri olur. O baxımdan da qaraciyərin qorumaq üçün təbii vasitələrdən istifadə etmək daha önəmlidir. Bir də dəridə olan, saçda olan problemlərin kökündə də məhz parazitlər durur, qurdlar durur. Dəri parazitləri, məsələn, saç dibində olan yağlılıq, kəpək, bəzən xırda səpkilər, qaşıntılar, dəmrovları aid eləmirəm. Sebariyalarda da özündə də əgər hər kimdəsə qurd dəri xəstəliyi varsa, onun paraziti varsa, o dəridə sağalma çox gecikir və dəridə sağalma çətinləşir. Yeniyetmələrdə aknelerin təmizlənməsində, dəridə olan el arasında ən çox prişik deyirlər, səpki deyirlər. Bunların düzgün müalicəsində mütləq qurdun müalicəsi önəmlidir. Anamnez sırasında deyəcəyimiz simptomlar çox vacibdir. Bəli. İndi biz uşaq dedik, amma bəlli bir yaşa gəlib çatan Böyüklərdə insanların də da çoxdur bu gün. gigiyena qaydalarına riayət etməsi çox vacibdir. Xüsusilə də ictimai yerlərdə, ayaq Bəli. yolunda və s. Əl yummayan çox sayda insanlar görürük. Yeməkdən öncə, yeməkdən sonra fərq etməz. bəli. Yenə də bizim dərimizə təmas eləyirmi? Yox, Əgər yaxşı varsa ki, bu problem. korona vaxtı hamı çox öyrəndi. Öyrənənlər var, amma indi hələ də O gigiyena biraz çox qaydalarına vərdiş riayət etməyənlər yaratdılar. var. Biraz da o psixoloji sarsıntılar yaratdı o korona dövründə. Siz Bəli, özünüz də insanlarda bilirsiniz çox ki, bəzən sarsıntı. o ölüm Amma yəni qorxusu ki, yuyma, gündəmə təmizlik, o gəldi. ərəfədə hər kəs spirtləməyə, tez-tez yumağa çalışırdı. Amma bu həmişə olmalıdır. Mən nəyi müşahidə edirəm? Nəm salfetlərlə əl silirlər. Bu doğru Yox, bir o şey deyil. sabunla yuyulmayan əl... Əli yumadan sabunla. Çünki sabunun tərkibinə görə o gedir çirkə yapışır, aparır. Bunun mexanizmi belə işləyir. O deyir, yuyuruq köpüklənir. Sabun. Deyil, sabun yapışdı, mikroba apardı. Çirk nə Bəli. olursa olsun sabunun mexanizmi tərkibinə görə bundan ibarətdir. Yapışır, qopardır. Yəni Bəli. sabunla yumadıqdan sonra istədiyin qədər spirtlə Bəli. mənası Parazitin yoxdur. yaranmasında İstər da o parazit, böyük... istər onun yumurtası, istər infeksiya, istər virus fərq etməz. Çünki bəzən o spirtə dayanıqlı infeksiyalar da var. Bəli, Hətta o yumadan əllərimizi biz onun heç bir gigiyenasından danışa bilmərik. Və yuyulmayan əllər spirtlənərsə, yuyulmayan əllər nəm salfetlə silinərsə, tutduğumuz tutacaqlardan digər insan immun Bəli. sistemi zəif olarsa Uşaqlar məhv oldu. arasında Nüfuz eləyir, valideynlərin diqqətsizliyindən o daha çox Elə yaygındır. böyüklər də buna riayət eləsin. Bəli, ona görə də məsələn uşaqlar arasında bugün niyə immun sistemin zəif olması, parazit xəstəliklərinin yaygın olması və belə uşaqların zehninin, yaddaşının zəif olması, həddindən artıq aşırı əsəbliliyin olması. Məsələn, belə uşaqları götürün nevropatoloqda uzun müddət müalicə alırlar. Amma bizə bugün ən çox müraciət edən nevropatoloqlar trixanella qurduna görə klinikamıza çox göndərirlər xəstələr. Çünki trixanella qurdu birbaşa ali sinir sisteminə təsir edir və qurdların sinir sisteminin pozulmasında böyük rolu var. Vacib olan həkimlə, doğru klinikada
görüşmək, anamnez sırasında bütün şikayətlərimizi olduğu kimi sadalamaq, daha sonrasında qurdun növünü təyin etmək üçün radioaktivlərin olduğu klinikada, laboratoriyasında istifadə edib, istər qan, istər nəcis, istər sidik analizi vermək. Bu da Nərgiz Tibb Mərkəzində hər tərəfli illərdir təşkil olunan bir tibb müəssisəsi olduğuna görə Məlahət xanımın rəhbərliyi altında çox dəqiqliklə diaqnoz qoyulur və ətraflı müayinələr. Bu xüsusilə vurğulayıram ki, yəni parazitar xəstəliklərlə bağlı harda nə danışsaq, mən deyirəm ki, Nərgiz Tibb Mərkəzində bu doğru şəkildə və tam dəqiqlik aparılır. Məlahət xanım, təşəkkür edirəm gəldiyinizə görə. Xoş oldu sizinlə görür. Minnətdaram. Bir daha xatırladım. Tibb elmləri doktoru, fitoterapevtlər İctimai Birliyinin sədri, Nərgiz Tibb Mərkəzinin baş həkimi Məlahət xanım Qəhrəmanova studiyamızın həkim qonağı idi. Müraciətlərinizi Nərgiz Tibb Mərkəzinə edə bilərsiniz.